Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan dairəsindən Binəqədi Sentralinə gedən yolun üstündə 5.5 sot torpaq sahəsində şəxsi tikili həyət evi çıxıb satışa. Evin də torpağın da kupçası var. İpotekaya yararlı həyət evidir. Həyətdə burada əldamı var. Həyətdə bar verən meyvə ağaçları da var. Həyətə giriş gördüyünüz o hissədəndir. 3-4 maşın yerləşən o hissədə həyəti var. Həyətdə burada bir otaqlı evdə var. Baxaq. İçəridə sanitar qovşağı, mətbəxi də var. Evin ilkin qiyməti təyin olunub 135.000 manat. Real alıcı olsa qiymətdə endirmə olacaq. Maraqlanmaq istəyənlər videonun aşağı hissəsində qeyd olunan nömrə ilə əlaqə saxlasın. Həyətdə gördüyünüz bu hissədə yay mətbəxi var. Həyətdə istifadə etmək üçün. Şəxsi özü üçün inşa edilmiş həyət evidir. Ehtiyat su çəni var, bulaq yığılıb həyətdə. Əlavə bu hissədə yenə əldamı var. Bəzi əşyaları yığmaq üçün. Buradan qapı qoyulub evin yan tərəfinə keçmək üçün. Evin qarşısında balkonu da var. Həyət ablisovka daşlarla üzlənib. Üzüm talvarı da var həyətdə. Bura eyvandır. Kombi otaqdır bura. Yine burada kladovka var. Daxil olaq evin içərisinə. Girişdə geniş hol var burada. Geniş holu var. Solda yataq otağıdır. İri yataq otağıdır. Bütün pəncərələrin də qarşısı açıqdır. Qonaq otağıdır. Bura ikinci yataq otağı. Bu yataq otağından qapı qoyulub həyətdə istifadə edilmək üçün mətbəxdir bura. Həyətə qapı da qoyulub oradan. Yataq otaqları da genişdir. Bura mətbəxidir. Sanitar qovşağı ayrı-ayrıdır burada. Əgər sizin də saçlama makineniz varsa bizə müraciət edin. Qısa zamanda satışına kömək edək. Küçə yolları da asfaltdır. Kanalımıza abunə olmağı unutmayın. Kanalımıza abunə olun ki, yeni evlər satışa çıxanda xəbəriniz olsun. Sağ olun, bu qədər.